Salam bir vaxtınız xeyirli olsun. Demək, bir müştərimiz 3 ədəd pultu təmirə gətirib. 4 ədəd pultlarını düzəltmişəm. 3 ədəd də bunlar. İndi ortanı nəticəni bir yerdə izləyək. Böyük prosesor, böyük prosesor, böyük prosesor. Hamısı keyfiyyətsiz batareyka yorulub. Bu bir pult təmizlədik, burcunu yenilədik, kömürü kəsdik. Pult ümumiyyətcə çürüyüb, bu hissədən sınığı var, buradan da çürüyüb. Vurduq, hərəsindən bir ədəd. Bu sxemanı dəyişəcək, çürüyü var, bu hissədə qırığı var. Orijinal, işlənmiş, orijinal plata götürdük. Prujunu dəyişdik, təmizlədik. Birinci pasta olan pultdur bu. Kömürünü vurduq. Digər pultu da təmizlədik. Prujunu yenilədik. Bu hissədə yeniləyəcək. Bu da biraz paska olub. Bunlar da təmizlənib. Kömürü də vurulub. Birinci pultu laboratoruna adaptera qoşduq. İş fəaliyyətində problem yoxdur. Prosesor qaydasındadır. Bu hissədən pas vermiş pult idi. Qaydada təmizlədik, bərpa elədik. İkinci pultu da laboratoruna adaptera qoşmuşuq. İş fəaliyyətində gecikmə yoxdur, prosesorda problem yoxdur. Bu pultun pasta ayağını dəyişdik. Bu pultu da laboratoruna adaptera qoşmuşuq. Gecikmə yoxdur. Prosesorda da problem yoxdur. Bu pultlarda plata dəyişildi, çürüyü, qırığı olduğuna görə. Ayaqlar dəyişildi, kvarts dəyişildi, kömürləri 3 ədəd, üçündə də dəyişildi. Zil omkasına kimi vuruldu ki, gələcəyə aksilini verməsin və 5 illik batareyka qoyduq. 3 pultun üçünə də. 5 il ərzində müştəri batareykanı dəyişməyəcək. 3 pultun üçü də işlədi. Fəsildən fəsilə keçir, temperatur azalıb çoxalır. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.